Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Çiyələk sevən biri olaraq demək olar ki, bişirdiyim şirniyyatların çoxunda çiyələkdən istifadə edirəm və buna görə də heç peşman deyiləm, çünki çox ləzzətli bir resept təqdim edirəm indi sizə. Bunun üçün bizə lazımdır 3 ədəd otaq temperaturunda yumurta, 200 ml stəkan su ilə 1 stəkan və 2 yemək qaşığı əlavə olaraq şəkər tozu. İlk öncə bunları ağarıb köpürənə qədər yaxşıca qarışdırırıq. Sonra üzərinə 1 paket vanilin, 1 paket qabartma tozu, 100 ml bitki yağı və 200 ml stəkan su ilə süd əlavə edirik, qarışdırırıq. Daha sonra 200 ml stəkan su ilə 1 stəkan nişasta, qarğıdal nişastası, onun da üzərinə 400 ml stəkan su ilə un əlavə edirik, yaxşıca qarışdırırıq. Xəmirimiz biraz qat olmalıdır və soba listimiz, yağlı kağız sərimiz soba listimizin üzərinə xəmirimizi əlavə edirik. Sonra istədiyiniz qədər çiyələkdən istifadə edə bilərsiniz, hətta digər gilə meyvələrdən də istifadə edə bilərsiniz. Sadəcə olaraq biz çiyələkdən istifadə etdik. Çiyələyi nazik qatlar şəklində doğradıq. 7-8 ədəd çiyələyi doğrayıb xəmirin üzərinə ehmalca düzürük və əvvəlcədən 160 dərəcə qızmış sobamıza yerləşdirməzdən əvvəl üzərinə damla şokolad əlavə edirik. Tünd şokolad əlavə etdim, siz istəsəniz südlü şokolad da əlavə edə bilərsiniz. Və əvvəlcədən 160 dərəcə qızmış sobamızda 55-60 dəqiqə ərzində bişdi. Nəticədə çox ləzzətli bir keks alınır. Ümid edirəm ki, siz də edib bəyənib fikirlərinizi, rəylərinizi bizimlə bölüşəcəksiniz və kanalımızı dəstəkləyəcəksiniz. Abunələrinizi gözləyirik. Diqqətiniz üçün sağ olun, nuş olsun.